Salam əziz uşaqlar, biz bu günləri say haqqında danışacağıq. Sayların, dedik ki, saylar varlığın miqdarını və sırasını bildirən sözlərə deyilir. Sayın sualları neçə, nə qədər, neçənci suallarına cavab olur. Sayların mənacı iki növ var. Miqdar sayları, bir də sıra sayları. Miqdar sayları hər hansı bir sayın dəqiq miqdarını bildirir. Məsələn, deyirik ki, 10, 20, 30, 54, 100, 1000 dəqiq miqdarını bildirir. Amma sıra sayları isə sıralığını bildirir. Məsələn, deyirik ki, 5-ci, 10-cu, 100-cü, 11-ci və ıncı inci şəkilçisi ilə düzəlir. Incı inci şəkilçisi ilə də düzəlir. Və neçənci sualına cavab olur. Necə ki, şəkilçi incı incisə, sualı da həmçinin özünə uyğun olur. İnci inci şəkli, neçənci sualına cavab olur. Miqdar sayları özləri 3 yerə bölünür. Müəyyən miqdar sayları var, qeyri-müəyyən miqdar sayları var, bir də kəsir sayları var. Müəyyən miqdar saylarına, məsələn, əlavə edə bilərik ki, müəyyən miqdar saylarına əlavə edə bilərik, bayaq dediyim kimi, 5-dir, 6-dır, 10-dur, 20-dir. Bunları əlavə etmək olar. Qeyri-müəyyən miqdar saylarına isə əlavə etmək olar. Çox, az, xeyli sözlərini əlavə etmək olar. Çünki qeyri-müəyyən miqdar sayları adından da bilinir ki, qeyri-müəyyən miqdar sayı, yəni sayın qeyriliyini bildirir, qeyri-müəyyənliyini bildirir. Dəqiq miqdarını bildirmir. Məsələn, deyirik ki, çox alma, xeyli yer, az insan. Görürsən ki, burada artıq dəqiq miqdar bilinmir, sayın dəqiq miqdarı bilinmir. Ona görə də qeyri-müəyyən miqdarlar çoxdur, azdır, xeylidir, onlarla, yüzlərlə, minlərlə sözləri qeyri-müəyyənə aiddir. Həmçinin qeyri-müəyyənə defslə yazılan saylar da var, qeyri-müəyyən formasında yazılır. Məsələn, bunlara aiddir, belə götürərik. Bunlara aiddir, məsələn, 6, 5, 3, tire ilə yazılır, 4 formasında saylar da qeyri-müəyyən miqdar saylarına aid etmək olar. Bir də var kəsir sayları. Kəsir saylarına isə aiddir. Riyaziyyatdan da keçdiyimiz kimi kəsir sayları aiddir. Məsələn, 3-də 4, 8-də 7, 5-də 2. Bu formalar da kəsir saylarına aiddir. Bu qədər əziz uşaqlar. Ümidvaram ki, hər hansı bir sözü yadınızda saxladınız. Sağ olun. Gələn görüşlərədək.